Sonra 84-cü sualı izah ötürü gəlin baxaq. Bu biraz ağır sualdır. Gəliniz. Anka təsvirdəki proqramı iki rəqəmli hər bir natural ədəd üçün bir dəfə icra etdi. İki rəqəmli natural ədədlər 100-dən 99-a kimi 99 da daxildir. Rasam hamısı üçün icra elədi. Düzdürmü? Bəli, Yadigar isə alınan nəticələrin hər birini boşluqlar olmadan yanaşı yazır. Yəni 10 daxilində nə alınmışsa onu, sonra başqa nədirsə onu da düzdür, düz. Neçə dənə? 90 dənə 90 dənə dəyəri dalbadal düzdür. Deyir alınan nəticənin uzunluğunu müəyyən edin. Görə bu proqram nə iş görür? Natural ədəd girişə verilir. Razı. bəli, Sıxıntı yoxdur ki. xeyr, Bəs bu nə işləmdir? tam hissəni, Ona bölünməsindən alınan natamam qismət. Yəni 2 rəqəmli ədəd idi deyə ilk rəqəmi deyə bilərəm. bəli, Əla. Bu oldu ilk rəqəm. Sonra bu oldu nə? son rəqəm, Əla. Qəşəng. Artıq kodu müəyyən qədər analiz edir. Deməli, A dənə birinci rəqəmin sayı birinci rəqəm dənə, ikinci rəqəm, ikinci rəqəm dənə, birinci rəqəm. Razı? bəli, Sıxıntı var? xeyr, Okay. Onda belə çıxır ki, bir dənə ədəd götürək elə belə. Mən bir də iki rəqəmli ədəddir. 25, Deməli 25 olanda çıxışda gedəcəkdi 2 dənə 5. Düzdürmü? 5 dənə 2 razı. Bu sualı iki bəli, cür eləyə bilərik. Bax, buradakı rəqəm təsvirin uzunluğunu sayır, rəqəmlərin cəmi ilə eynilik təşkil edir. Razısa? bəli, Bu belə də eləyə bilərik. Ə, Dənə-dənə də göstərə də bilərik. Problem deyil. Deməli, indi mən sənə gəl baxaq. Ədəd 1 ilə başlayan rəqəm olanda bir dənə 0, 0 dənə 1. Ədəd 1 ilə başlayan bir rəqəmi ilə başlayan ədəd olanda bir dənə 0, 0 dənə 1. Bir dənə 1. Bu nə çıxardacaq ekrana? Gəl baxaq. Nə çıxardacaq? Deməli, razısanmı ki, nə çıxardır? Bir dənə 0, 0 dənə 1. 0 çıxardır. Alo? bəli, Okay. Sonra bəli, bir dənə 1, bir dənə 1. 2 dənə 1 çıxartdı. bəli, Okay. Bir dənə 1, bir dənə 1, 2 dənə 1 dənə 2, 2 dənə 1. Düzdürmü? Və təkrar edirəm. Bir dənə 2, 1, 1, bir dənə 2, 2 dənə 1. Düzdür? Sonra rahatsanmı ki bir dənə 3, 3, 3 1, dənə 1, 1. 1, Aydın olur. bəli, Sonra bir dənə 4, 4 dənə 1. Düzdürmü? Razı. bəli, Razısanmı ki bax fikir ver bir dənə bura. Bir dənə qarışıqlıq oldu. Bircə dəqiqə səbir ol. İstədiyim kimi təsviri göstərim mən sənə. Bax. Bir dənə 1, bir dənə 2, bir dənə 3, bir dənə 4. Bir dənə olanda 10 dənə olmayacaq ondan. Alo? bəli, Okay. 2 dənə 1, bir dənə 1 estağfurullah. Bir dənə 1, 2 dənə 1, 3 dənə 1, 4 dənə 1, 9 dənə 1 olacaq burada. bəli, Aha, rastsanmı ki 45 dənə 1 olacaq. Alo? bəli, Başa düşdük bu hardan gəlir? bəli, Aha. Onda 2 ilə başlayan iki rəqəmli ədədlərdə 20 dənə, 45 dənə. 3 ilə başlayan 30 dənə, 45 dənə. 40 dənə, 45 dənə. Belə davam eləyəcək.
Bəli. Onda belə çıxır ki, 10, 20, 30, 40, 50, 60, 70, 80, 90. Bu ədədlərin cəmi nə olacaq? Ondan 90-a kimi 10-un artan ədədlərin cəmi ədədi silsilə əmələ gətirir yoxsa yox? Gətirir. Rasam tap baxsın. Bölünmüş 2 vurulsun 9. Yox. Neçə eləyir? Bu etdi 450. Düzdürmü? Sonra da 45'ləri hesablarım. 45'dən 9 dənə. Düzdürmü? Neçə eləyir? 405. Düzü 450 plus 405 neçə edir? 855. 855. Aydındır, okey deyil. Bəli, aydındır. Tamam Çox deyil. sağ ol. Buyur. Hamıya aydın oldu. Alo? Müəlliməm düşmədim. Harasın? Bəli. Aho. Yəni Alo. ümumiyyətlə yazılacaq 4 dənə 1, 2 dənə 1 Rahat cədvəldə olsun. Bu A vurmaq deməkdir da bu. Nə deməkdir? ədəd, yəni dənə. A dənə. Mənə bir dənə ədəddir. 2 rəqəmli. 36. Neçə dedin? 36. Bu qalsın burada. Ee, dedin 36. Düzmü? Ctrl Z. Keçdik bura. Ctrl V. İcra edirəm. Yazıram 36. 3 dənə 6. Bitkisin 6 dənə 3. Aydındır mı fikrim? Proqram nəyi çıxışa verir bildik? Aho. Bəli. Okey. İndi sualda bu bir dənə ədədçin demir. Deyir ki ondan 99'a kimi 99 da daxil. İndi vaxtı gələndə range'i danışacağım. Bütün ədədlər üçün bu işləyir. Aydındır? Bəli. Onda görə çıxışa nə verir? Girişə 10 veriləndə bir dənə 0, 0 dənə 1, 0 dənə 0'dır da elə. Heç nə yoxdur, düzdür? Girişə 11 veriləndə bir dənə 1, aydındır? Bir dənə də 1. Girişə 12 veriləndə bir dənə 2, 2 dənə 1. Girişə 13 veriləndə bir dənə 3, 3 dənə 1. Girişə 14 veriləndə bir dənə 4, 4 dənə 1. Aydındır? Bəli. Bura kimi sıxıntı varmı? Xeyr yox. Və beləcə 20'də nə olur? 2 dənə 0, amma bitişsin 0'dan 2 heç nə. Düzdür? Girişə 21 verəndə 2 dənə 11, bir dənə 2. Girişə 22 verəndə 2 dənə 2, 2 dənə 2. 20 aydın olduğu nə çıxardır? Bəli müəllim. Onluqda birinci rəqəm 1 olduğuna görə hər ikinci rəqəmdən bir dənə çıxardır. Aydındır? Bəli. Okey. 20'likdə 20 ilə 2 ilə başlayan 2 rəqəmli ədədlərdə birinci rəqəm 2 olduğuna görə kodu da burada qoyaq. Bura. Bura bax, bura bax, bura. Okey. 2 hərəsindən 2 dənə çıxardır, düzdür? Sonra 30'luqlarda hərəsindən 3 dənə. 4-dən başlayanlara 40'lılarda 4 dənə və beləcə 90'lıqlarda isə 9 dənə ikinci rəqəmdən çıxardır hər dəfə. Razısan? Bəli. Alo. Əla. Deməli, iki rəqəmli ədədlərin sağ tərəfi isə 0-dan 9'a kimi həmişə gəzir deyə 0 dənə 1, 1 dənə 1, 2 dənə 1, 3 dənə 1, 4 dənə 1 və bu dəyişmir. Sadəcə rəqəmin özü dəyişir. Razısan? Bəli. Bu da bizdə bayaqları göstərdiyimiz ədədi silsilə strukturunu qurur. Yəni 10 dənə ikinci rəqəmdən hərəsindən bir dənə olduğuna görə 10 dənə. Aydındır? Buradakı 1 cəbəl eləyək. Deməli, bu qalsın bu 1 burada. Mən bura yazıram. Deməli, bizə yekunda nə verir bu? Hə, deməli, 10 dənə 10 dənə
ikinci rəqəm. Düzdür? Hə? Bəli. Aha. Və sıfırdan 9-a kimi dənə, bu da deyir 45 dənə nə? Birinci rəqəm. Düzdürmü? Bəli. Sıxıntı var bura kimi. Xeyri yoxdur. Okey. Onda bu deməli onluğa keçəndə, onluqlarla olanda bu razısanmı ki, bu şərt belə ödəyir. Hələ hansısa bir sıxıntın var bura kimi. 20-likdə razısanmı ki, o sağ tərəfləri eyni cür qaldığına görə nə olacaq? 22 ilə başlayanlarda 20 dənə ikinci rəqəm olacaq. Düzdür? Alo? Bəli. Mən başa düşdüm. Okey. Axıra kimi yenə də deyək biz. 30-luqlarda 30 dənə ikinci rəqəm, 40-lıqlarda 40 dənə ikinci rəqəm, düzdürmü? 50-liklərdə 50 dənə ikinci rəqəm, 6 ilə başlayan iki rəqəmlər dəftərdə 60 dənə ikinci rəqəm, 70 ilə başlayan 7 ilə başlayan iki rəqəmlərdə 70 dənə, 8 ilə başlayanlarda isə 80 dənə, 9 ilə başlayanlarda isə nə olacaq? 90 dənə. Razısan? Alo? Bəli. 10 dənə, 20 dənə, 30 dənə, 40, 50 dənə, 40 dənə, 50 dənə, 60, 70, 80, 90. Bu edir ədədi silsilə. Razı? Bəli. Okey. Amma hər birinin ikinci tərəfi eynidir deyə, hər birinin ikinci tərəfi eynidir deyə. Onda nə olur? Heç nə dəyişiklik olmur. Hamısında 45 dənə birinci rəqəm. Düzdür? 9 dənə 45, 405. Sıxıntı var? Xeyr. Aha. 450 plus 405, 855. Okeydir? Bəli. Okey. Tamam bey. Deməli, e, bu dediyim anlayış dediyim kimi bayaqları onun rəqəm sayı ilə eynilik təşkil edir. Sonra keçdik növbəti sualda.